Niyə qibləmiz birdir? Niyə bir dənə səmtə üzümüzü tutub namaz qılmalıyıq? Allah hər yerdədir. Niyə hələ qiblə üzü Kəbəyə? Bir anlıq səmaya qalxın, səmadan yerə baxın. Namaz qılanların cərgələrinə, sıralarına baxın. Nə görəcəksiniz? Hamı insanlar namaz qılır, amma hamısının üzü bir nöqtəyə, bir yerə. Bir nöqtəyə mərkəzlənəm. Niyə ərəb dilində namaz qılmalıyam? Azərbaycan dilində bacaramıram, qulumda qoyum. Bir cavabı da budur. Allah siz bir dildə, bir nöqtəyə mərkəzlənib vəhdət halında ibadət eləyək. Dini ayinlərimizdən biri həcdir, həcc. Həftədə hər gün bizi bir yerə yığır. Cümləyə gəlin. İldə də bir dəfə hamını yığır bir dənə nöqtəyə. Gedin bir yerdə, hamınız bir dənə cümlə deyərsiniz. Hamınızın bir dənə amalı olsun. Hamınızın bir dənə düşüncəsi olsun. Nə deyək? Ya Rəbbəl aləmin. Ləbbeyk, Allahümmə ləbbeyk. Ləbbeyk, la şərikə ləkə ləbbeyk.